Buyurur ki, "Ət-təfəkkür miftahur rəhmə." Təfəkkür rəhmətin asarıdır. Niyə görə? Ələ tara ənəhu yetəfəkkər fəyətub. Sən demək görmürsən ki, insan təfəkkür edir, sonra isə başlayır tövbə etməyə. Doğrudan da belədir. İnsan fikirləşəndə Allahın əzabı olsun, Allahın nemətləri olsun, bunları düşünən kimi dərhal nə edir? Dərhal tövbə etməyə tələsir. Deməli nədir? Təfəkkür rəhmətin açarı, xeyrin açarıdır. Və həmçinin də Ömər ibn Əbdüləziz rahimehullah buyurur: "Əl-fikratu fi ni'amillah min afdali ibadət." Allahın nemətləri barəsində fikirləşmək, düşünmək ən əfsəl ibadətlərdən sayılır. Və bu barədə nəqillər çoxdur. Çünki az öncə qeyd etdiyimiz kimi, çünki onlar təfəkkürün məqamını dərk eləmişlər, şəninin, məkanının nə qədər ucu olduğunu bilirdilər və qəlbə nə qədər faydasının olduğundan xəbərləri var idi. Ümumiyyətlə alimlər buyurur ki, kim əgər Allahın əzəməti barəsində düşünərsə, təfəkkür eləyərsə, bilsə ki, Allah Azza və Cəllə hər bir şey ittila eləyəndə, heç bir şey ondan gizli deyil. Allah eşidəndir, görəndir və hər şey qadir olandır, biləndir. O zaman bu təfəkkür ona nədir? Mane olacaq asiliklərə meyl etməkdən. Asiliklərə doğru getməkdən onun üçün bir sipər olacaq, bir mane olacaq bu təfəkkür. Çünki nəyə görə? Çünki o bilən insan, bilənlə bilməyən eyni deyil. Bilən insan heç vaxtı özünü təhlükəyə atmaz. Ona görə Allah Azza və Cəllə alimlər barəsində nə buyurur? İnnəmə yaxşallaha min ibadihil uləmə. Həqiqətən Allahdan o həqiqi qorxanlar kimdir? Onun alim olan bəndələridir, qullarıdır. Çünki o bilir, o fikirləşir, o təfəkkür edir, o düşünür deyənə, ona görə Allahdan daha çox qorxur. Ona görə düşünən insan, fikirləşən insan, təfəkkür edən insan da belədir. Heç vaxtı harama və heç vaxtı asiliyə meyl etməz. Və həmçinin də əgər insan axirət barəsində düşünsə və bilsə ki, artıq axirət öndədir, qabağımızda da gəlir və axirət əbədi bir diyardır və fani bir yer deyil, o zaman insan artıq bunu düşünən insan axirəti üçün fayda görməyə, yəni axirəti üçün hazırlıq görməyə çalışır. Ən gözəl formada, ən üstün formada. Və həmçinin də insan əgər düşünsə ki, dünya aşağıdır, ədnədir, ən aşağı olan bir şeydir, onun heç bir dəyəri yoxdur, ucuzdur və həmçinin də dünya sürətlə gedəndir və həmçinin fanidir. O zaman bunu düşünən insan heç vaxtı dünyanın ən üstün qayəsi etməz. Heç vaxtı dünyanın ən üstün mətləbi, ən üstün himməsi, ən üstün tələbi etməz. Onun ən üstün istəyi, ən üstün tələbi, mətləbi, qayəsi yalnız və yalnız axirəti olar. Heç vaxtı əkbar həmmihi olmaz. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm öz duasında buyurur: "Allahım, dünyanı bizim ən böyük qayəmiz eləmə, ən böyük qayəmiz qoy axirət olsun. Ən böyük düşündüyümüz yer məqam qoy axirət olsun." Və həmçinin də əgər insan günahlar barəsində düşünsə, onun təhlükəsi barəsində düşünsə, pis sonluğu barəsində düşünsə, həm bu dünyada, həm axirətdə olan nəticəsini düşünsə insan, o zaman insan özünü günahlardan qoruyar və özünü günahlara düşməmək üçün özünü həmişə müdafiə edər ki, o günahlara meyl etməsin, düşməsin. Və sonra isə və ümumiyyətlə insan daimən xeyirli şeyləri fikirləşərsə, faydalı şeyləri fikirləşərsə, bu onun həm dünyası, həm də axirətinə xeyirli olar. Əgər insan qəlbini boş şeylərlə məşğul edərsə, boş fikirlərlə məşğul edərsə, təbii ki, bu insanın ziyanı uğramağıdır. Ona görə də alimlər rahimehumullah buyurur ki, insanın nəfsi sanki bir dəyirman daşı kimidir. Sən o daşa buğda atsan, arpa atsan və yaxud da un əldə olunacaq bir şeylər atsan, sən sonda un görəcəksən, xeyirli bir şey görəcəksən. O nəfs də belədir. Sən əgər ora yaxşı düşüncələr atsan, xeyirli şeylər buraya daxil eləsən, o nəfsə, xeyirli şeylər təfəkkür etsən, sonda da yaxşı şey görəcəksən. Yox, əgər insan o dəyirman daşına zibil atsa, daş atsa, şüşə atsa və yaxud da hər hansısa bir çirkin və murdar şeylər atsa, axırda da onu görəcək. Üydülən şey də onu görəcək. Və insanın qəlbi də elədir. İnsan əgər bura çirkin şeyləri atsa, murdar şeyləri atsa, təbii ki, qəlbini o şeylərlə bulaşdıracaq və qəlbini o şeylərlə dolduracaq. Ona görə insan daimən çalışmalıdır ki, qəlbində ancaq düşünəcəyi şey ancaq nədir? Xeyirli şeylər olsun, ona fayda verən şeylər olsun. Həmçinin dedik ki, insan ümumiyyətlə düşünəcəyi şey həmçinin axirət diyarı barəsində olmalıdır. Baxın, subhanallah, Abdullah ibn Mübarək bir gün məşhurdur, bilirsiniz bunu, lakin xatırlatmaqda bir fayda var. Abdullah ibn Mübarək rahimehullah görür ki, dostlarından biri oturub fikirləşir və deyir ki, hara çatmısan? Bizdə bir misal var, otursa belə fikirləşsən, deyir, nə oldu, hara gəlib çatdın? Nə xəbərdir belə fikrə dalmısan? Və deyir ki, bələğtü sırat, sırata çatmışam.
Yəni həqiqətən də bu insanla bu insan arasında böyük fərq var. O insan ki, onun düşüncəsi yalnız və yalnız axirətdir. Axirət diyarıdır, sıratdan necə keçəcəyəm və həmçində o dünyada olan halım, durumum necə olacaq. Bu insanın arasında hansı ki o insan ancaq asiliklər barəsində düşünür, necə bu haramı yerinə yetirim, necə o asiliyə doğru gedim. Bunun arasında böyük bir fərq var. Yəni o insan ki bu insan axirəti düşünür, bu insan isə nədir? Yalnız və yalnız haram, asilikləri düşünür. Deməli, ona görə də insana dedi ki, o fikirləşəcəyi şey daima yalnız və yalnız ümumiyyətlə fikirlərini bu şeylərlə müalicə eləməlidir. Ki, yalnız axirət barəsində düşünmək və o diyar barəsində fikirləşmək olmalıdır. Çünki dedik ki, bunun insanın həm bu dünyası, həm də axirətində böyük faydaları var. İbn-i Qayyim Rahimullah buyurur ki, insanın qəlbində yerləşən İslam ağacı, əgər insan o İslam ağacını sulamasa, sulamağı neyləndir? Faydalı elm və bir də salih əməl, faydalı elmlə, salih əməllə və həmçində xatırlatmaqla, yad etməklə, təfəkkür etməklə insan əgər o qəlbində olan İslam ağacını sulamasa, qorxulur ki, onun qəlbində olan İslam ağacı qurusun. Deməli, onun sulaması nədir? İnsanın faydalı elm öyrənməsi və elmlə yanaşı yaxşı əməllər işləməsi və həmçinin də təfəkkür etməsi və Allahı yad etməsi. Qəlbində bunları yerləşdirərsə insan, o ağac təbii ki, böyüyər, o ağac təbii ki, yəni kötüyü də möhkəm olan ağaclardan olar. Lakin kim əgər Allah qorusun qəlbini şeytani fikirlərə təslim edərsə, artıq o qəlb şeytana təslim olmuş qəlblərdən sayılır. Və sözsüz ki, artıq o qəlb beləcə insanı həlak edər. Ümumiyyətlə, təfəkkür üçün insan neynəməlidir? İnsan ümumiyyətlə, o təfəkkür necə əldə edə bilər? Alimlər bu ki, birinci əmələ təfəkkür üçün insan hər bir şeydə Allahdan yardım dilədiyi kimi bu şeydə də Allahdan kömək diləməlidir. Və həmçində ikinci növbədə isə o təfəkkür üçün insan öz nəfsi ilə mübarizə aparmalıdır. Öz nəfsi ilə cihad eləməlidir. Ki, nəfsini o çirkin və murdar şeylərdən təmizləsin ki, hətta onun qəlbində o xeyli təfəkkür, faydalı düşüncələr yerləşsin. Ona görə də insan dedi ki, daima bu şeyi qəlbində yerləşdirməli, heç vaxt qəlbinə çirkin və murdar şeyləri salmalı deyil və hansı ki, onlar insanı həlak edir. Və buna bir misal olaraq alimlər buyurur ki, məsələn, bir insan şiddətli dərəcədə acından ölür, çox acdır və onun qabağına ürəyi çəkən bir yemək qoyulub, həm aclıq, həmçinin ən sevdiyi bir yemək qoyulub və artıq o insan yeməyi əlini uzatmaq istədiyi zaman bir nəfər ona deyir ki, bu yeməkdə zəhər var. Əgər o yeməyi yesən, həmən saat öləcəksən. Yəni, sizcə bu insan əlini o yeməyə uzadar, yoxsa yox? Əlbəttə ki, ağıllı insan heç vaxt əlini o yeməyə uzatmaz. Çünki bilir ki, orada onun həlaki var. Ona görə də insan necə öz nəfsini, canını bu cür şeylərdən qoruyur. Lakin görürsən, əsas olan yeri isə, qəlbi isə, o mənəvi olan yer, daxilini isə nədir? Günahlardan xilas edilmək. Hansı ki, özü də yəqindir, bilir ki, o günahlar bir zəhərdir. O günahlar qəlbi öldürür, qəlbi xarab edir, qəlbi çirkin və murdar şeylərlə bulaşdırır. Ona görə də insan dedi ki, yəni günahların, asiliklərin təsiri barəsində düşünsə, az önce qeyd elədiyimiz kimi, əlbəttə ki, heç vaxtı o şeylərə, o günahlara, o asiliklərə meyl eləməz. İnsan ümumiyyətlə fikirləşməlidir ki, insan naqisdir, insan nöqsanlıdır və insanın əməlləri nə qədər eləsə də belə, yenə insan Allahın haqqını ödəyə bilməz. Və Subhanallah, insanın daima bu fikirdə olmasa, bu düşüncədə olması, bilməsi ki, mən nə qədər ibadət edim, yenə Allahın haqqını ödəyə bilmərəm, Allah bundan da çoxuna layiqdir. Əgər insan daima bunları özündə düşünərsə, sözsüz ki, bu insan heç vaxtı özünü yuxarıdan görməz və heç vaxtı özünə arxayın olan insanlardan olmaz. Həmişə deyər ki, mən nöqsanlıyam, mən təqsirim var, Allahın ibadətlərinə qarşı səhlənkarlığım var və s. və laxır. Ona görə insan həmişə özünü çalışmalıdır ki, heç vaxtı arxayın olmalı deyil. Əksinə, həmişə etdiyi ibadətlərdə ümumiyyətlə arxayınlıq möminə, müsəlmana yaraşmaz. Həmişə insan ümumiyyətlə ibadətlərdə ümidli olmalı ki, Allah Azze və Celle inşallah ki, bunun mükafatını mənə verəcək. Ümumiyyətlə, insan bilməlidir ki, yəni onun cənnətə girməsi, yəni əməllərinə görə Allah Subhanahu wa Ta'ala rəhməti ilə olacaq. Yəni Allah Subhanahu wa Ta'ala əgər bir insana rəhm eləməsə,
o insan əlbəttə ki, həlak olar və ona görə də hər bir şey, əldə etdiyimiz bütün xeyirlər və hətta insanın cənnətə girməyi və Allahın rəhməti iləndir. Allah bizləri onun rəhmətinə qovuşan kəslərdən etsin. Və ona görə də sonda isə insanın bu cür fikirləşməsi, təəmmül etməsi, düşünməsi insanın qəlbinə böyük faydası var və həmçində onun həm dünyasına, həm axirətinə böyük faydası var və o təfəkkür insan üçün ən gözəl moizədir, hansı ki onu günahlardan saxlayır, haramlardan qoruyur. Allah